Mərhum xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz sosial şəbəkədəki paylaşımlarına görə tənqid olunub. Global Info-az xəbər verir ki, Şəfəq erməni stilist Georgi Kotun Soçidə keçirilən tədbirinə qatılıb. Tədbirdə 45 ölkədən 1500 iştirakçı yer alıb. Stilistlər səhnəyə ölkələrinin bayrağı ilə çıxıblar. Şəfəq gecədən görüntüləri sosial şəbəkədə paylaşıb. Videolardan birində onun Georgini öpməsi yer alıb. Sosial şəbəkədə isə Şəfəqin erməni ilə səmimi görüntüləri tənqid edilib. Şəfəq ünvanına yazılan tənqidlərə əhəmiyyət vermədiyini bildirib. O, hətta sosial şəbəkədə erməni ilə görüntülərini tənqid edənləri axmaq adlandırıb. Şəfəq erməni ilə fotosunu yayımlayaraq, "Çox dəyərli müəllimim, mənim üçün müqəddəs adam, səndən dönmərəm əziz müəllimim, mənə ikinci nəfəs verən, uğur gətirən, məni hər kəsin yanında uca, hörmətli tutan insan, ölkələr arasında ayrı seçkilik görməyən insan, ürəyi brilyantım. Bəli, müəllim tələbə üçün ilahi bir insan olmalıdır" sözlərini yazıb. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.